Salamlar hər kəsə. Bugün mən sizə Cəfər Cabbarın Oqtaylıoğlu əsəri haqqında danışacağım. Əsər faciə janrında yazılıb. 6 pərdədən ibarətdir. Adətən faciə janrında yazılan əsərlərin baş qəhrəmanı dünyasını dəyişir. Amma burada Oqtaylıoğlu öz dünyasını dəyişməsə belə, onun arzuları ölür. Arzularını həyata keçirməkdə çətinlik çəkir. Mühitlə üzbəüz qalır. Mühitə qalib gəlməkdə çətinlik çəkir. Məsələn, onu sevdiyi qadın, ətraf aləm, insanlar başa düşə bilmir. Oqtaylıoğlunun yaratmaq istədiyi səhnə, teatr, bunlar onlara mənasız və boş görünür. Əsərdə hansı obrazlar iştirak edir? Gəlin tanış olaq. Oqtaylıoğlu əsərin baş qəhrəmanıdır. Firəngiz əsas surətlərdən biridir. Sevər onun bacısıdır. Səməd bəy ailəvi dostlarıdır. Gülgəz Firəngizin anasıdır. Hacı Zaman atasıdır. Qatı dindardır. Aslan bəy onun qardaşıdır. Zahirən intelligent təəssüratı yaradır. Zahirən özünü ağıllı aparsa da, müasir aparsa da, əslində daxilən belə deyil. Nadia onların Firəngizin köməkçisidir. Nərgiz, Tamara, Xaspola, bunlar isə daha çox Mazandaranski, Şaqqulu, Şəkinski, aktyorlar, rejissorlar, Tabasaranski də var idi orada, amma onun adı keçmir. Bunların hər biri həm aktyorlar, həm də teatrın işçiləri idi. Birinci pərdə səhnənin arxasında baş verir. Səhnədə solda Oqtayın bəzənəcəyi, bir tərəfdə bəzəndilər, başqa səhnə şeylər, aktyorlar Gavə qiyafələrində oraya-buraya gedirlər. Çünki onlar Gavə piyesini səhnələşdirəcəklər. Gavə piyesində isə şah obrazı filan var. İlk növbədə Nadia'nın nitqini görürük. Firəngiz qoy pərdə qalxsın, Aslan bəy lojada otursun, sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar, deyir. Yəni deyir, qoy pərdə qalxsın, Aslan bəy lojada otursun, sonra gələrik. Kiminsə onları görməyindən narahatdır. Çünki o vaxt Azərbaycan qadınları, ümumiyyətlə qadınlar Azərbaycan teatrında müsəlman qadınları gedə bilməzdilər. Çünki qara güruhçular düşünürdülər ki, qadınların teatra getməyi namussuzluqdur. Firəngiz isə yaxşı Nadia, bugün daha utanmayacağım, gələcəm deyir. Nadia isə mən səni gətirərəm, hələ gəl deyir və gedirlər. Oqtay və Tamara girir. Oqtay o tamam başqa bir sözdür. Tamaraya sözlərini öyrədir. Baxmayaraq ki, Oqtay burada sadəcə aktyordur, amma sanki rejissorun da işini o həyata keçirir, suflyorun işini o həyata keçirir. Tamaraya öyrədir ki, o tamam başqa sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısındasın. Yəni təsəvvür edin. Əllərinizi qorxulu bir həyəcan içində uzatmış. Bax belə göstərir, deyirsiniz, söyləyin. Tamara, onun xabarı bala yoxdur. Qəsdən yox, bu onun rus dilli olmasıyla bağlıdır ki, bu formada sözləri tələffüz eləyir. Azərbaycan sözlərinə yaxşı bələd deyil. Oqtay deyir ki, yenə bala, belə, belə. Tamara deyir ki, nu balaje deyirəm, bala, bəla. Oqtay Tamaranı başa salır ki, bala это ребенок, yəni uşaqdır bala. Bəla это несчастье, yəni bədxahlıq, müsibət deməkdir bəla. A belə это значит так. Belə isə bizim axtardığımız sözdür. Yəni belə demək lazımdır. Dursun Oqtayı səsləyir, deyir, salonu dağıtdılar, saat 10-dan işləyir. Oqtay isə Dursuna bu saat, Tamaraya siz öyrənin, mən bu saat. Oqtaya bu saat, yəni bu saat gəlirəm, Tamaraya isə siz öyrənin, mən bu saat deyir. Tamara, Oqtay, mən rolumu yaxşı öyrənmişəm, ancaq biraz sözlərini deyə bilmirəm. Əslində Tamara Oqtayın da dediyi kimi talantlı bir insan deyildi, talantlı bir aktrisa deyildi, yəni istedadlı. Sadəcə olaraq biraz Azərbaycan dilində danışa bilirdi. Bu da ona, yəni bu teatra gəlməyinə səbəb olmuşdu, Azərbaycan teatrına. O dövrdə Rus teatrları da var idi. Rus teatrlarında isə təbii ki, hər şey hazır formadaydı. Orada hər şey qayda qanunla yerində idi, sənət inkişaf eləmişdi. Amma Azərbaycan teatrı hələ təzə-təzə Oqtaylıoğlu kimi insanların sayəsində yaranmağa başlayırdı. Və burada Tamara özünə haqq qazandırır ki, mən rolumu yaxşı öyrənmişəm, ancaq biraz sözlərini deyə bilmirəm.
Dursun deyir, bəs biz nə sayaq eləyək? Gecə keçdi, heç bir şey hazır deyil. Oktay əvvəlcə Xaspoladı soruşur. Dursun deyir ki, yox. Oktay deyir, Şakinski bəs. O da deyir ki, yenə heç birisi. Oktay deyir, dedim ki, evlərinə adam göndərin. Deməli, Oktay onların evlərinə adam göndərtməyi istəyir. Dursun da 3 yol göndərdiyini, ancaq evdə olmadıqlarını bildirir. Oktay deyir ki, indi mən başıma nə daş salım? Bu da insanlıqdır ki, cəmaatı 4 divar arasına doldur da, özün baş götür, çıx get. Axı biri anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı yalvararaq bilet satdığımız 3-4 zavalında qaçırırsınız. Yəni, əslində o bilet satdıqları insanlar da könüllü şəkildə gəlməyiblər. Onlara da yalvarıblar, ağız açıblar ki, gəlsinlər. Və deyir ki, cəmaatı 4 divar arasına salıb özünün çıxıb getməyin əlbəttə ki, insanlıqdan deyil. Və bu zaman Mazandaranski gəlir. Oktay, antreprenyor mənzil pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarım verilməlidir. Deməli, mənzil pulu nə üçün istəyir? Deyirsiniz ki, teatrın mənzilə nə dəxli var? Əvvəllər teatr binası olmadığı üçün aktyorlar, rejissorlar hər hansı bir mənzili kirayə eləyirdilər və oranı teatr formasına salmağa çalışırdılar. Teatr dekorasiyaları qoyurdular, səhnə dekorasiyaları qoyurdular, səhnə şəraiti yaradırdılar bir sözlə və antreprenyor da mənzil pulu istəyir, deyir Mazandaranski. Deyir, pərdədən əvvəl mənim pullarımı verilməlidir. Dursun da deyir, indi nə etməli? Oktay deyir, bəs Tabasaranski hardadır? Yəni rejissor, Tabasaranski rejissor idi. Get söylə, adamlar gəlməmiş, adam tapsın. Mazandaranski deyir ki, raboçilərə də dedi, hamısı getdilər. Yəni işçilərə dedi ki, hamısı getsinlər, getdilər, çıxıb getdilər. Dursun deyir, Oktay, bu gecə heç bir şey çıxmayacaqdı. Cəmaət də azdı. Deməli, həm Dursun təklif eləyir. Dursun artıq ikinci dəfə təklif eləyir ki, artıq gecdə də saxlayaq teatrı, səhnəni, oyunu saxlayaq. Çarəsi yox, oyunu saxlamalıyıq, deyir. Oktay deyir, olmaz. Sən get söylə, adamlar gəlməmiş, xalqı oyuncaq kimi oynada bilməz. Bugün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Həqiqətən, yəni oyun oyuncağa çevirmək olmur. Təbii ki, sən əgər bilet almısansa, deməli, tamaşaya, teatra baxmağa haqqın var. Əgər bilet aldığın halda tamaşa olmayacaqsa, o zaman niyə alırsan? Yəni, kim gedər? Bu halda, belə halda. Bunu haqlı olaraq deyir Oktay. Və deyir ki, xalqı oyuncaq kimi oynada bilməz əldə. Bugün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa oyun getməlidir. Ivanovski hardadır, deyir. Və getmək istəyərkən Tamara deyir ki, mən bəs parik yeyəcəm. Demək olar ki, hər kəs probleminlə Oktayın üzərinə gəlir. Bütün problemi olanlar adi bir şeyi belə problem edirlər. Məsələn, Tamaranın pariki problem eləməsi, Rüstəmin 2 dəfə həm qalxanı, həm qılınca problem eləməsi. Bunların hamısı özlərinin də eləyə biləcəyi bir şeylərdir. Özlərinin də beyinlərini, ağıllarını işlədə biləcəyi bir şeylərdir, amma eləmirlər bunu. Tamara deyir, mən parik geyəcəmmi? Oktay da tapşırır ki, tapşırmışam, gedin alın. Rüstəm bağıraraq, Oktay, bu zəhrimar qalxanın bəstəstəsi olmazmı, deyir. Oktay isə Allahın boynu sınsın. Bilmirəm, bu 400 milyon qoyun kimə gərəkdir? Qardaşım, bunu məcazi mənada deyir təbii ki. Qardaşım, qalxanın dəstəsi yoxdur. Bax, budur. Bir parça ip, səri olsun dəstə. Yəni, iplə elə də bu dəstəni bir çarə tapdı. Şahqulu da deyir ki, Ivanovski qəvədən əvvəl Zöhakin taxtacını sərnigün elətdirdi. Deməli, oyun qutardı. Yəni, Zöhak kimdir? Qəvə piyesində şah obrazıdır. Yəni, onun dekorasiyalarını, taxtacını dağıdır Ivanovski. Və düşünür ki, Şahqulu bununla da oyun bitir də. Artıq dekorasiya məhv olubsa, yıxılıb tökülübsə, demək ki, oyun da bitib. Oktay deyir, Əsəd bəy görmədimi? Əsəd bəy isə xeyriyyə cəmiyyətinin, cəmiyyət xeyriyyənin sədri idi. O vaxt bunlar oyunu nə üçün oynayırlar? Cəmiyyət xeyriyyə üçün, yəni xeyriyyə cəmiyyəti üçün oynayırlar. Cəfər Cabbarlının həyat və yaradıcılığına nəzər salsaz görərsiniz ki, o orada əsərlərinin birində mənasız xeyriyyə cəmiyyətlərini, lüzumsuz xeyriyyə cəmiyyətlərini tənqid eləyirdi. Burada da düşünürəm ki, xeyriyyə cəmiyyətini tənqid eləyir əslində. Məsələn, Anamın kitabını da görürsünüz ki, xeyriyyə cəmiyyəti bir şey yaramır. Xeyriyyə cəmiyyətinin deyir, yəni bu iclas, daha doğrusu sədri Əsəd bəy
görmədimi deyir Oqtay. Şaqqulu da deyir ki, Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti xeyriyyə üçün oynanır. Yəni İvanovskiyə deyir. Sabah cəmiyyətin pulundan da olsa mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi oynamasın, çıxdı getdi. Oynanmasın, çıxdı getdi. Dekorasiyalarda söküb hərəsini bir divara sökədilər, özləri də gedirlər deyir. Şaqqulu deyir bu xəbəri. Oqtay deyir, yəni kassada heç pul yoxdur, heç olmasa, yəni mənzil pulu vermək lazımdır. Və kassada da pul yoxdur. Çünki Şaqqulu deyir ki, vurtut 8 manat pul var idi, onu da paltar üçün vermişdilər. Oqtay deyir, Allahu Əkbər. Şaqqulu da deyir, Oqtay, indi Əsəd bəyə də demişsən, gəl oyunu saxlayaq. Deməli, həm Dursun, həm də Şaqqulu təklif edir ki, oyunu saxlayaq. Başqa çarəsi yoxdur. Oqtay da deyir, olmaz, oyun saxlanmaz. Xalqı şiirindirirsiniz, yəni bezdirirsiniz də, anladınızmı? İyrəndirirsiniz. Şaqqulu, al bu üzüyümü, apar ver, söylə sabah parasını düzəldib verərik. Deməli, Hüseyn Ərəblinski də, dediyim o prototip məsələsi, Hüseyn Ərəblinski də vaxtı ilə üzüyünü girov qoyur ki, tamaşanı, səhnəni saxlamasınlar. Bunlar təsadüfi deyil təbii ki. Deyir, al bu üzüyümü, apar ver, söylə, sabah parasını düzəldib verərik. Şaqqulu çıxır gedir və Tabasaranski nə oldu deyir, Dursuna deyir bunu. Tabasaranski də, yenə deyirəm, rejissor idi. Dursun deyir, Tabasaranski keyflənib yatıb. Baxın, hərəsinin bir problemi var. Məsələn, tamaşaya gəlməyən aktyorlardan Xaspoladdır, Şəkinskidir, biri oruç tutur gəlmir, biri işlərini görməmiş gəlmək istəmir. Hətta deyir ki, elə bilərmə imperial falan sayacaqlar, indi onu qabaqda görəcəksiniz. Tabasaranski isə yeyib-içib keyflənib yatır və deyir ki, cəhənnəmə olsun hamısı, oynamasın, yəni heç vecinə deyil. Deyir, mən rejissoram belə deyirəm. Tabasaranski deyir bunu, yəni mən belə istəyirəm. Oqtay da deyir ki, bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq. Təbii ki, istehza ilə mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdə Həsən də soyunsun, Xaspoladın rolunu oynasın. Deməli, Xaspolad hələ gəlmədiyi üçün Həsəni onun roluna oynamağa təşviq edir. Amma Həsən özü də görək nə olub. Deyir ki, Mazandaranski deyir ki, canım düz gəlmir, oynamayanda qiyamət qopmaz ki. Rüstəm deyir, Oqtay, qılıncım yoxdur ha. İndi Rüstəm bayaq qalxanı problem eləyir, indi qılıncı problem eləyir. Dursun deyir, Oqtay, İlyas filqapları bağlayıb meyxana deyirlər, Həsən də qumar oynayır. Deməli, burada İlyas kimdirsə, adı var, özü yoxdur əslində. O meyxana deyir, Həsən də qumar oynayır. Hansı ki, deyir deyə Həsən oynasın rolunu. Halbuki o özü də məşğuldur. Başı yaxşı işlərə qarışıb, dırnaq arası. Qumar oynayır və qulaq asmırlar. Qulaq asmadılar deyir. Və Dursun çıxır gedir. Tamara gəlir. Deyir, Oqtay da mən gedib soyunum da. Yəni oynanmaq mümkün deyil də. Artıq heç kəs oynamır. Gedim onda mən soyunum. Oqtay deyir ki, İlyası çağırır. Baxın, yenə deyirəm, adı var, özü yoxdur. Bir dəqiqə durun deyir, Şəkinski gəlir. Yəni, bayaqdan yox idi Şəkinski, indi gəlib çıxıb. Və burada deyir ki, bu oğlan aşiqdir Leyla adlı bir gözələ. Burada Leyli və Məcnundakı Leyli deyil. Sadəcə olaraq şeirdən bir parça səsləndirir. Deyir, bu oğlan aşiqdir Leyla adlı bir gözələ. Bağıraraq çıxır. Oqtay isə deyir ki, Zəhrimar Leyla adlı bir gözələ 8 saatı cəmaət gözləyir. Saat 11-də durub gəlib ki, Leyla adlı bir gözəl. Şəkinski isə özünə haqq qazandırır. Deyir ki, saat 11 hardan oldu, neyniyim, acından ölməyəcəm ki, işimi bitirməmiş durdum, gəldim. Yəni deyir, işimi bitirib gəlmədim ha, işimi bitirməmiş durub gəldim. Deyəsən, saman yeyəcəm, top kimi partlayır, sanki əlimə imperial falan sayacaqlar. Yəni bir növ istehza ilə yanaşır ki, güya mənim əlimə pul sayacaqlar. Mən tezdən məsələn işimi gücümü atım, qaça-qaça gəlim. Oqtay deyir, əzizim, quzum, gözüm, mən pul alıram, sən yox. Yəni mən də pul almıram da, mən də sənin kimi bir bəndəyəm. Mən də sənin kimi bir aktyoram. Boyuna götürmüşsən, cəmiyyətdən utanmırsan, bari cəmaatdan, səhnədən utan. Yəni xeyriyyə cəmiyyətindən utanmırsansa, heç olmasa cəmaatdan, bu gələn cəmaatdan, səhnədən utan. Şaqqulu deyir ki, Oqtay, İvanovski çıxıb gedib, üzüyü verdim, Dursun aparıb ona tapsın, bilmirəm. Yəni İvanovski hələ bu üzüyü ona təhvil verməmişdən qabaq çıxıb getmişdi. Xaspolad da deyir ki, Oqtay, mən hansı qapıdan çıxacam? İndi Xaspolad gəldi. Bayaq Xaspolad da yox idi. Baxın, Şəkinski gəlir, Leyla adlı bir gözələ deyərək başlayır cümləyə. Xaspolad isə mən hansı qapıdan çıxacağam deyərək.
Şaqqulu da deyir, heç qapı var ki, çıxasan. Oqtay deyir, odur da, Xaspolad əzizim, bu vaxtda da hardasan? Xaspolad deyir ki, valla Oqtay, 1-2 gün orucum qalmışdı, bugün iftar açdım. Hə, deməli, oruc açımı üçün gələ bilməyib bu da. Oqtay deyir, oruc sən belini sındırsın, məsuliyyət qalmayan, dilsiz, ağsız heyvanlar kimi əyilib qalxan, yeyib yatan zavallılar. 10 gündür çalışıram, deyirəm, gecə yarıdır, durub gəlmişsən, hansı qapıdan çıxacam? Gəl bura, Muxan oturdu, soldan çıxdı, baş əydin, əyil. Yəni göstərir. Əvvəlcə danlayır ki, 10 gündür çalışıram, deyirəm gecə yarıdır, durub gəlmirsən. Gecə yarıdır, durub gəlmirsən. Yəni 10 gündür artıq bunlara bu səhnəni öyrədirmiş Oqtay. Bu 10 gündə heç nə öyrənməyib, çıxıb gəlib. Əslində Xaspolad sözlərini bilmirdi. Ona görə deyir ki, mən orada elərəm. Qorxur ki, Şaqqulu da deyir ki, qorxur ki, hərəkətini oğurlayarlar. Şaqqulu belə bir lağlağı obyektinə çevirir ki, qorxur ki, hərəkətini oğurlayarlar. Oqtay da deyir ki, yaxşı. Xaspolada deyir ki, sözünü de. Xaspolad da deyir, Oqtay, vallah mən axşam deyərəm. Oqtay deyir, canım, axşamdır da. Saat 11'dir ki, evini Allah yıxmasın. Hanır olun? Xaspolad deyir, vallah yadımdan çıxıb evdə qalıb. Əslində Xaspolad yenə deyirəm, öyrənməmişdir oğlunu. Sadəcə bəhanə gətirir. Oqtay da deyir, of Allah qırsın sizi. Yaxşı, baş əydin. Əylə qardaş. Belində ağac bitməyib ki. Bu zaman Mazandaranski söhbətə qarışır və deyir ki, mən bilirəm Xaspolad nə üçün əyilmir. Qorxur ki, əyləndə papağı düşər, başının keçərliyi görünər. Mazandaranski onun keçərliyi ilə lağlağıya qoyur onu. Şaqqulu isə həm hərəkətini oğurlayarlar deyir. Həm də görək nə deyəcək onun haqqında. Xaspolad deyir, zəhrimar, dərd sarsaq oğlu sarsaq. Onu təhqir eləyir. Oqtay da deyir ki, yaxşı qardaşım, işini gör. Xaspolad deyir, görmürsən heyvan oğlu heyvanı. Heyvan oğlu heyvan ifadəsi bir də Qurbanəli bəy hekayəsində Qurbanəli bəyin öz nökəri Kəblə Qasıma dediyi ifadədir. Şaqqulu, xeyr ha, bankaya düşmüş milçək kimi indi də vızıldayacaq. Yəni boş-boş danışacaq. Oqtay deyir, bəsdir. Xaspolad da deyir, İnsanın gərək zatı qəmbərqulu olmasın. Bunu 2-3 dəfə bu formada ifadə edəcək. Yəni zatı təmiz olsun, dürüst olsun demək istəyir. Şaqqulu da deyir ki, yaxşı, burunu o tərəfə çək, gözümü çıxartdın. Deməli, Şaqqulu həm onun hərəkətini oğurlayarlar deyə lağlağıya çevirir, həm də burnunla zarafatlaşır. Burnunun böyüklüyü ilə zarafatlaşır. Oqtay deyir, ay başınıza dönüm, ay yoldaşlar, axı mən də yazıram. Mən də oynayacağam. Belə iş olmaz ki, boğazımın pərdələri partladı. Yəni, o qədər danışır ki, yazıq deyir, mən də oynayacağam da. Buna elə bir ki, bunlara Oqtay həm öyrədirdi oynamağı, necə oynamaq lazım olduğunu. Həm də özü də onsuz da aktyor idi. Özü heç məşq eləyə bilməmişdi bunların əlindən. Rejissor qalıb bir tərəfdə, can yandıran sadəcə və sadəcə Oqtaydır. Deməli, deyir, mən də yazıqam, mən də oynayacağam. Belə iş olmaz ki, boğazımın pərdələri partladı. Görürsünüz ki, 5 gündür gözümü yummamışam. Valla səsim çıxmır. Eyni zamanda bu 5 gündür çalışır. Məsələn, bir gün səhnə olur, amma 5 gündür bizə öyrədir deyən Şaqqulu idi. Oqtayı dəstəkləyən, ona qahmar çıxan bir insan idi. Resenziya məsələsində. Şaqqulu deyir, canım, bizə nə var? Tutaq ki, başının keçərliyini gizlətdi. Burnunu nə cür gizlədəcək? Baxın, başının keçərli məsələsini Mazandaranski həm deyir, həm də Şaqqulu deyir ki, başının keçərliyini gizlətdi, bəs burnunu nə cür gizlədəcək? Oqtay deyir, yaxşı atam, siz qutarın, biz sonra başlarıq. Yəni, sizin hələ bu lağlağıya qoymağınız bitməyib, siz bitirin, sonra biz başlayarıq, deyir. Yəni, bezir artıq da. O, Xaspolad da deyir ki, hər kəs mənlə səhnədə zarafat eləyər, belə onun atasına lənət, ölüsünə lənət, dirisinə lənət. Mazandaranski də deyir ki, onun için deyirsən, keçən dəfə səhnədən bir burun çıxdı, gəldi. Xülasə, yarım saat sonra Xaspolad özü göründü. Baxın, Mazandaranski onun burnunla zarafatlaşır, Şaqqulu da həmçinin. Oqtay deyir, bitirdinizmi? Xaspolad deyir, Oqtay, atam, mən oynamıram. Vəssalam. Gül kimi əlimdə işim, alışverişim, yəni ticarətlə məşğul idi Xaspolad. Deyir ki, mən oynamıram. Nəyəmə lazımdır? Gül kimi işim gücüm var. Şaqqulu da deyir, saat 12-dir, onsuz da oyun olmayacaq. Ged o başdanlığa. Deyir, onsuz da oyun olmayacaq. Yəni Şaqqulu əmindir ki, bundan sonra oyun olan deyil.
Oqtay da deyir Mazandaranski, get bu saat, get sənə deyirəm Xaspolad. Haydi, sən də get suflyordan kitabı al. Yəni bu göstəriş verən teatrda aktyorlara göstəriş verən suflyor deyilir. Ondan kitabı al, sözlərinə bax. Mazandaranski deyir ki, savadı var ki, oxusun. Yəni oxumaq savadı yoxdur deyə ittiham eləyir bu Xaspoladı. Xaspolad yazıqla çox zarafatlaşırlar, niyəsə. Oqtay deyir Şəkinski, get geyin. Şəkinski də hələ heç geyinməyib. Dursun deyir Oqtay, üzüyü verdim İvanovskiyə, indi də raboçilər çıxıb gediblər, deməli qaldı. Raboçilər isə işçilərdir, hansı ki bu dekorasiyanı qururlar, düzəldirlər, eləyirlər. Onlar da deyir çıxıb gediblər. Oqtay deyir Allah əkbər. Şaqqıl deyir uşaqlar soyunsunlarmı? Yəni çıxıb gediblərsə. Oqtay deyir kimsə soyunmasın, özüm işləyəcəm. Şaqqılı dekorasiyaları hardan tapacaqsan, mıx yox, çəkic yox deyir. Oqtay isə yerdən daş götürür və deyir ki, çəkic budur, canım çıxar, özüm hər şeyi tapar, düzəldərəm. Rüstəm deyir ki, Oqtay, mən qılıncım yoxdur, İvanovski vermir. Yenə qılınc söhbətini eləyir Rüstəm və deyir ki, İvanovski vermir. Oqtay deyir, get söylə, artıq üzüyünü verib axı. Borcu da versin, yoxsa gəlib hamısını ayaq altına tökər, parça-parça eləyərəm. Bu sağ divar qaldır deyir və Tamara Oqtayı çağırır. Oqtay deyir, hazırlaşın, səhnəyə çıxarkən bir də söylərəm. Bax, bu sol divar, haydi. Şəkinskiyə deyir ki, o çəkmələri çıxar. Şəkinski də deyir ki, bəs dünən rejissora demişəm, yəni çəkməli gəzməyi rejissora deyib. O da deyir ki, bəs mən rejissor filan bilmirəm, Zöxakin sarayında diktaban çəkmək geyilməz. Çıxar deyirəm sənə, bu da biri. Dursun, götür deyir. Yəni, rejissoru filan deyir, mən tanımıram, bilmirəm. Əslində tanıyır təbii ki, Tabasaranskini. Sadəcə rejissoriya özü elə bir vəziyyətdəydi ki, heç dünya aləm vecinə də deyildi. Ona görə Oqtay deyir ki, mən onu bilmirəm. Sən bu ayaqqabını çıxartmalısın. Çünki Zöxakin sarayında diktaban geyinilmir. Səməd bu zaman Şaqquluya yaxınlaşır və deyir ki, söyləyin Səməd gəlib. Burada Səməd deməli ailəvi tanışları idi. Oqtaygilin ailəvi tanışları idi. Oqtay deyir, hər şey yerində, oynayanlar səhnəyə 3-cü zəngi verin, suflyor yerindəmi, boş adamlar səhnədən, haydi zanaves, yəni səhnə başlayır. Və sola işarə verilir, pərdə qalxır, Oqtay dönərkən Şəkinski yenə, bu oğlan aşıqdır, Leyla adlı bir gözələ deməmiş onun sözünü Oqtay saxlayır, deyir ki, əzizim, axı oyun gedir, nə bağırırsan? Şəkinski qaçır, aktyorlar pərdənin dəliklərindən baxırlar, Oqtay girir. Oqtay deyir, gün aydı, Səməd deyir, əlin nə üçün qanıyıb, bağla onu. Oqtay deyir, heç, mıx dağıtdı. Bax, bunu Səməd soruşur, əlinin qanamağı məsələsini. Səməd deyir, Oqtay, dünən anam bizə gəlmişdi, yalvarıb məni göndərdi, axı belə iş olmaz. Deməli, Səməd öz başına gəlməyib, onu Oqtayın anası göndərib ki, gəlib ona bir çarə qılsın. Oqtay deyir ki, bax, bunu Oqtayın öz dilindən öyrənirik. Deyir ki, Səməd bəy, indi bilirəm nə deyəcəksən. Yəni, təxminən bilir ki, onun dilindən nə çıxacaq. Ona görə deyir ki, Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını söyləyim. Atadan sonra dükanı bağlandı. Yəni, bu Oqtayın atası öləndən sonra onun dükanı bağlanıb. Və eyni zamanda da nələr olub? Malı dağılıb, evə gec gəlməsi, Oqtayın, çörək olmaması, odun olmaması, bunların hamısını deyir, bilirəm. Nə etmək? Amma nə etmək? Səməd də deyir ki, dildə demək asandır, bir ana, bir də naxoş qız qalıblar başsız. And içir ki, 3 gecədir ki, xəstə uşaq qaranlıqda yatır, neft almağa pul yox, axı, o da bir kişinin qızıdır. Çox da bilirsən, çarə etmirsən, deyir. Yəni, bilirəm deyirsən, amma çarə eləmirsən axı. Burada görürsünüz, qızıl qönçələrdə olan motivlər var sanki. Qızıl qönçələrdə də qaranlıq bir otaqda yaşayırdılar qoca Firuzla Süreyya və otaqda olan lampanın fitilinə neft güclə çatırdı. Burada ümumiyyətlə neft almağa, odun almağa pulları yoxdur. Oqtay deyir ki, doğrudur, o zavallılar da nöqtə-nöqtə, fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun saadətini, gələcəyini 2 nəfər qadın istirahətinə fəda edə bilmərəm, deyir. Yəni, qocaman bir xalqı
anası və bacısından daha üstün tutur onun gələcəyini. Səməd deyir, istirahət istəmirlər. Bir parça çörəyə nə deyirsə, yəni bir parça çörək istəyirlər də. Bu istirahət istəmək deyil ki, mən xalq deyə özümü şəhid edəcəm, qiymət verən kimdir? Yenə başqa bir sənət olsa, yazığı yazxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir, yəni qadın rollarını ifa edir. Bilirik ki, Hüseyn Ərəblinskidə ilk dəfə qadın rollarını oynayan sənətkarlarımızdan biridir. Çünki məcbur idilər, belə bir şey deyim ki, o dövrdə yenə qara gürultular imkan vermirdilər. Hətta heç tamaşaya baxmağa qızlara imkan vermirdilər. Nəinki gəlib səhnədə oynasınlar. Yəni deyir ki, yenə başqa bir sənət olsa bəlkə qiymət verilər, amma bu aktyorluğa qiymət verən kimdir deyir. Heç kəs qiymət vermir də. Bir də ki, Səməd bəy deyir ki, Oktayın anasını yazxanalara buraxmırlar. Ya Mərsiyə xanımdır, yazxanalara buraxmırlarsa. Ya da nəsə halva filan bişirir bu qadın ki, onu yazxanaya buraxmırlar. Nə üçün yazxanalara getmək istəsin ki? Yəqin hər hansı bir işi var ondan bağlı. Və Oktay deyir ki, hətta Səmədin bu arada bu dediyində deyim, hətta deyir doğma əmin bu gecə nişanlını özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm. Deməli, Oktay nişanlıymış və bu nişanlısını da özü də əmsi qızıymış bu nişanlısı. Əmsi başqasına verir ki, yəni nişanı atır, özü də qızını başqasına verir ki, arvad tumanı geyinən, tuman deyəndə burada paltar nəzərdə tutulur, arvad paltarı nəzərdə tutulur, geyinən adama qız vermərəm. Oktay da deyir ki, mən heç bir şey istəmirəm, yəni nə o qızı, nə başqa şeyi, pul, heç bir şey istəmirəm. Mən bu yola gələndə xalqımdan altın taclar gözləmirdim. Yəni heç nə ummadan gəlmişəm. Bunu sanki qarşılıqsız eləyir bu səhnəni. Xalqına faydalı ola bilmək üçün eləyir Oktay. Amma çox təəssüflər olsun ki, uğruna fədakarlıq elədiyi bu xalq, anasını, bacısını fəda etdiyi bu xalq ona dəyər verə bilmədi həqiqətən. Düzdür, məsələn, bəlkə zahirən belə bir təsir bağışlaya bilər ki, Səməd səhnə yarada bilmədi, amma neçə insana motivasiya oldu ki, səhnə əslində necə qurulub, necə çətinliklərlə qurulub, necə yaranıb və özündən sonra olan gənclərə işıq oldu, onlara yol açdı. Deməli, deyir ki, mən xalqımdan altın taclar gözləmirdim. Mən o şeyi gözləyirəm ki, onu da alıram. Səməd deyir ki, mən də xalq üçün çalışıram, cəmiyyətdə. Yəni, təkcə xalq üçün çalışmırsan, mən də xalq üçün çalışıram, cəmiyyətdə. Upravada üzvəm. Yəni, bu Uprava adətən ədalət orqanlarına, ədliyyə orqanlarına deyilir. Yəni, məhkəmə, divanxana. Orada üzvdür deyir və fəqət elə işdir ki, adım sanım, güzəranım, yoxsa xalq, mən özümü unudacam ki, yəni deyir ki, mən özümü unudacam ki, xalqa xidmət eləyim. Yəni özünü daha üstün tutur bir sözlə Səməd bəy. Oktay da deyir ki, xalq və mən bu iki söz bir yerə sıvışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır, ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yol götürdüm. Yəni o özündən keçib xalqın var olmasını istəyir. Və deyir ki, o gündən Oktay bir şəxsiyyət olmaq üzrə yoxdur. Yəni, özü də bir şəxsiyyət olaraq özünü görmür. Deyir ki, mən el oğluyam. Yəni, xalqın oğluyam. O böyük bir vahidin kiçik bir parçasıdır, deyir. Səməd deyir, onu sən deyirsən. Gör, xalq sənin üçün nə deyir? Yəni, sənin üçün xalq da eyni şey düşünür, yoxsa yox? Deməli, deyir, onu sən deyirsən, gör, xalq sənin üçün nə deyir? Oktay da deyir ki, xalq anlamır, onu dediyi mənim üçün bir heç, tam mənası ilə bir heçdir. Yəni, xalqın dediyi mənim üçün maraqlı deyil, məni onsuz da anlamırlar. Səməd bəy deyir, Oktay, çocuq olma, qubernatora dilmanç gərəkdir. Tərcüməçi kimi düşünülə bilər, dilmanç. Çünki Oktay dillər bilirdi, rus dilini bilirdi yaxşı. Ona görə deyir ki, qubernatora dilmanç gərəkdir, təkliflə gəlib əslində Səməd. Ayda 70 manat donluq verir, maaş verir.
Amma kənardan 7-800 gəliri var, yəni rüşvət var, şirinlik var. Həm də cəmaət içində adın, hörmətin, bu hörmətli bir peşədir deyir. Düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim, dedim, rüşdiyəni bitirib. İdraklı, Rusça, Azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm. Oqtay da deyir, çox razıyam Səməd bəy. Səməd deyir, yaxşı, ondan artıq nə istəyirsən? Mən çörək itirən adam deyiləm. Atanın yaxşılıqlarına qarşı sizi də darda qoymaram. Deməli, bu həm də imtahan sualıdır. Yada saxlayaq ki, Səməd bəy buraya gələndə təkcə Oqtayın anasının xahişinə görə yox. Oqtayın atasının elədiyi yaxşılıqların qarşılığı olaraq bunu biz eyniləşdirə bilərik Nurəddin hekayəsində Rəhim obrazı ilə ki, Rəhim obrazı da yaxşılığa yaxşılıq eləmişdi. Dilmanc tərcüməçi mənasında işlənir. Deyir Oqtay, çocuq olmaq qubernatora dilmanc gərəkdir. Ayda 70 manat dolluq verir, amma kənardan 7-800 gəliri var. Yəni kənardan gəlir deyəndə burada şirinliyi, rüşvəti, hörməti nəzərdə tutur, dırnaq arası. Həm də cəmaət içində adın, hörmətin, düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim, dedim rüşdiyəni bitirib, idraki, Rusça, Azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər, gəlsin. Axır ki, düzəltmişəm, deyir. Yəni Səməd bəy sırf Oqtayı təklif eləyir qubernatora. Tərifləyir Oqtayı ki, rüşdiyəni bitirib, Rusca, Azərbaycanca yaxşı bilir. Oqtay da deyir ki, çox razıyam Səməd bəy, yəni sağ ol. Səməd deyir, yaxşı da, artıq nə istəyirsən? Mən çörək itirən adam deyiləm. Atanın yaxşılıqlarına qarşı sizi darda qoymaram. Burada biz bunu eyniləşdirə bilərik Nurəddin hekayəsində Rəhim obrazı ilə. O da yaxşılığa qarşı yaxşılıq eləyir. Səməd bəy də yaxşılığa qarşı yaxşılıq eləmək istəyir. Tək Oqtaya düşündüyündən deyil. Və Səməd deməli, belə bir sual düşə bilər ki, Səməd bəy Oqtayın teatrda çalışmasını istəmirdi, aktyor olması istəmirdi, bu səhv olar. Çünki Səməd bəy Rus teatrını ona təklif edir. Deyir ki, bəs Ruslarda eşitmişəm, yəni belə bir səhnə var və Rus səhnəsi. Səni böyük bir pul qarşılığında çağırırlar. Getdir, həm təqdir olunarsan, yəni bəyənilərsən, həm də pulun. O vaxta qədər xalq anlasa, işlər yoluna düşsə, qayıdıb gələ bilərsən. Oqtay da deyir ki, aldanırsan Səməd bəy, aldanırsan. Bunu bizim üçün kim eləyəcək? Yəni, Ruslarda hazır var da bu teatr, amma bizim üçün kim eləyəcək? Bizdə yoxdur axı belə bir şey. Və özünü bənzədir prinslərin saxladığı köpəklərə. Çünki onlar hazır nahara qonurdular, özləri ov eləmirdilər, əziyyət çəkmirdilər. Bu da özdə onu müqayisə edir özündən, deyir, mən yəni onlar kimi ola bilmərəm. Hər şey öz bir sözdən zəhmətimlə əldə eləmək istəyirəm. Deyir ki, başqalarında mədəniyyət, hər şey var, bizdə yoxdur. Yaşamaq istəyirsək, yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı deyir, kim özünə rəva bilirsə, layiq bilirsə bilsin. Mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları, yəni enişi yoxuşu vardır. Səməd deyir, hamısını sən mi yaradacaqsan? Biraz burada şübhə var gördüyünüz kimi. Səmədin hamısını sən mi yaradacaqsan sualına qarşı Oqtay deyir ki, hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz deyir yoxdur, fəqət olmalıdır. Onda mən yaradacağım deyir. İddialı danışır. Şaqqulu deyir Oqtay. Bir dəstə adam gəldi, 20 nəfərə də yaxşı geymiş, hamısı da bilet aldılar. Səməd deyir Oqtay, mən gedirəm, ağlını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək. Arsız oyunbaz deyəcəkdi. Yenə başqalarda və sözünü bitirə bilmir. Şaqqulu deyir ki, hə Allah and olsun. Ruslarda görmüşəm, hər pərdədən sonra dəstə-dəstə qızlar, böyük-böyük adamlar gəlib aktyorların əlini sıxır, tanış olurlar, tərifləyirlər, adam həsrət çəkir, yəni bizdə də olması da istəyir. Oqtay deyir, sən çalış, gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən. Yəni Oqtay inamlıdır bu barədə. Səməd də deyir ki, bəs onun yenə bir yeri var. Şaqqulu deyir, onda
onda adam həvəslənər də. Bizdə hey baxırsan bir nəfər qız yox, 30-40 nəfər uzun burun, yekə qarın kişi Həştərxan pişiyi kimi gözlərinə baxır. Fındıq, fısqırıq, söyüş. Onlarda gözəl-gözəl qızlar adamın başına çiçək səpirlər. Nə üçün fındıq, fıstıq, söyüş? Çünki sənətin dəyərini bilmirlər. Sənətə dəyər verə bilmirlər, anlamırlar. Oqtay deyir, bilirəm, zavallı, nə istəyirsən? Onu hər kəs istər, fəqət taleyimiz bu. Səməd deyir, həm də pulun pul. Bir işin düşəndə hər kəs tanıyar, yoxsa anam, bacın. Şaqqılı deyir, hələ özü. Tabasaranskinin biraz pulu var, gecə gündüz keyfli, adı rejissor. Deməli, Tabasaranski imkanı yaxşıdır, amma gecə gündüz içki ilə məşğuldur, keyflidir, adı da rejissordur. Bütün işlər bunun boynundadır, yəni Səmədi nəzərdə tutur. 7 gündür gözünü yummamışsan. Deməli, 7 gündür Səməd, daha doğrusu Oqtay çalışır. Oqtay nəzərdə tutur, bütün işlər bunun boynundadır deyərək. Üzüyünü qoyub, çəkmələrini qoyub, bu da sonu. Deməli, tək üzüyünü yox, çəkmələrini də girov qoyur. Oqtay deyir, yazıq, bu sonu deyil, bu hələ əvvəlidir. Yazıq deyir, bu hələ son deyir, bu hələ əvvəlidir. Səməd deyir ki, sabah mənə deyərsən. Oqtay deyir, Səməd bəy, gedin, mən heç bir zaman sizə dəyməyəcəm, deyir. Mən bir mübarizəm, cəbhəm budur. Yəni bu teatrı cəbhəsi hesab eləyir. Yolum, görürəm çox ağır. Qoy mənə gülsünlər. Anlamasınlar, söysünlər. Yəni başına gələn hər şeyə razıdır Oqtay. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çiynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağım. Mən bu yolun rəhbəri, mən bu cəbhənin komandanı, mən 4 divar arasında alınmış bu rəngarəng həyatın tanrısı olacağam. Deməli, cəbhənin komandanı hesab edir. O teatra cəbhə deyir və özünü də həmin cəbhənin komandanı hesab edir. 4 divar arasında alınmış bu rəngarəng həyatın tanrısı olacağam deyir. Yəni yaradıcısı, qurucusu olacağam. 4 divar arasında alınmış bu həyat. Ümumiyyətlə, düzdür, Oqtay özü süni həyatı sevmirdi, amma teatrda süni bir həyat idi axı. Bu tam ziddiyyət təşkil edir əslində Oqtayın düşüncə tərzi ilə. Teatr tamamilə ziddiyyət təşkil edir. Amma buna baxmayaraq, buna rəğmən Oqtay teatrı yaratmağı, var eləməyi düşünür. Oqtaya görə hətta divar kağızları belə süni idi, süni həyatı təmsil edirdi. Pul qazanmağı o deyir ki, mən bacara bilərəm, sadəcə olaraq özü qazanmaq istəmir, özü istəmir pulu. Pulu da süni bir şey hesab edir, süni bir vasitə hesab edir pulu. Onun üçün əsas məsələ sənət idi, sənətkara önəm verilməsi idi. Azərbaycan xalqının da mədəni baxımdan irəlidə olması idi, digər xalqların cərgəsində olması idi. Bunun hamısı Oqtayın prinsipləri, Oqtayın arzuları idi bunların hamısı. Düzdür, o arzuları məsələn ürəyində qalır, boğulur bundan. Amma məsələn onun ideallarını özündən sonra nə qədər insan davam elətdirir. Oqtay nə qədər insana motivasiya vermiş olur. Bir sözlə Oqtay sanki özündən sonra bir iz qoyur, cığır qoyur və o izi də davam etdirirlər. Deyir ki, bu dərin uçurumları keçəcəm, keçilməz dağları, sıldırım qayaları çiynəyib parçalayacaq bu keşməşiklər arasından bir səhnə, yoxdan bir var yaradacağım. Mən bu yolun rəhbəri, mən bu cəbhənin komandanı, mən 4 divar arasına alınmış bu rəngarəng həyatın tanrısı olacağam. O zaman mən də salona baxınca munis çöhrələr, yəni ünsiyyətçil üzlər, nəvazişkar, oynaq afətlər görəcəm. Görəcəm ki, şux gözləri ilə məni oxşuyur. Deməli, qara gözlü bir yavru görəcəm, yəni balaca qız, qara göz. Nə üçün qara gözdür? Çünki bu milli Azərbaycan qızıdır. Mini-mini əlləri ilə məni alqışlayır. Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatım var deyə sevinəcəm.
Bunu mən görməzsəm, indi öyrədəcəyim bu kiçik statist görəcək. Məni xatırlayacaqdı. Mənə bu da bəsdir. Şaqqulu deyir, məni fındıq qabığı ilə vurmasınlar. Səməd deyir, fəqət indilik anan, yazıq bacın, yəni bunlara kömək eləmək lazımdır da. Oqtay deyir, bacım da xalqdan biridir. Onlara da xalq özü düşünər. Səməd isə aldanırsan deyir. Bax, həm Oqtay Səmədə aldanırsan, həm də Səməd Oqtaya aldanırsan deyir. Hər halda görüşərik və gedir. Mazandaranski gəlir. Mazandaranski, Oqtay, 4 nəfər çadralı müsəlman qadın gəlib örtülü lojada oturublar. Öz gözümlə gördüm. Buna təəccüb eləyir. Şaqqulu deyir, yox ha, bir baxım və tələsik qaçır. Mazandaranski deyir ki, kassada kirayə pulu düzəlib, Rəhimin örpəyi qaçıb. Rəhim qadın rolu oynuyordu. Ona görə də onun örpəyi qaçır. Tamaranın da dili dolaşır, az qalmışdı rusca danışacaqdı. Tamara da Azərbaycan ilə çətinliklə danışır. Şaqqulu yürərək Oqtay deyir, keçən səfərki 2 nəfər qızlı gəlib, özləri də lap başı açıq. Ancaq örpəkləri var. Mazandaranski deyir, yox canım, mən baxdım, cümlətən 4 nəfər arvad vardı. Şaqqulu deyir, 6 nəfər, onlarla 6 nəfər. Hətta biri bu tərəfə gəlirdi. Elə bildim, bunlar da Ruslarda olan kimi bizi təbrik etmək istəyirlər. Ürəyim düşdü. Mazandaranski deyir ki, bəs umsunma, gözlərini tərsinə geymişsən. Şaqqulu deyir, get bax elə, get bax da. Mazandaranski qaçır gedir. Oqtay, görürsən biz də o günləri görəcəyikmi? Bax, bunlar ümumiyyətlə çox həsrət çəkirlər. Şaqqulu daha çox deyir bunu. Yəni, qızların başlarına çiçək səpməsi, onları alqışlaması, bunlar ona çox xoş təsir eləyir əslində və bunu arzuluyur. Şaqqulu da, Mazandaranski də bir sevincərək olur bundan, qadınları gördükdə. Oqtay da təbii ki, ümidini itirmir və fikirləşir ki, zavallı əməkdaşlarım, ulu tanrım. Görürsən ki, deyir, yetir. Yəni, görürsən ki, bunlar istəyirlər də, sən də yetir. Şaqqulu deyir, hazır. Oqtay səndən heç bir şey istəmirəm deyir. Xalqımda gözlədiyim həyatı Allaha müraciət eləyir. Azərbaycan səhnəsində bu sonsuz ananın qoynunda mühitimizin bağrından doğmuş bu Azərbaycan qızı, doğma, əziz, sevimli bir yavru deyir. Şaqqulu deyir, və yaxud Rəhimin saqqalından xilas ola biləcəyimmi? Axı, Rəhim qadın rol oynayırdı, amma saqqallı idi. Yəni, deyir, onun saqqalından xilas ola biləcəyim, yəni, saqqalsız insanlar görməyə başlayacaqmı, qadınlar görməyə başlayacaqmı? Dursun deyir, Pərviz. Pərviz Oqtayın oynadığı rol idi Gavə piyesində. Ona görə əvvəlcə Pərviz deyir, sonra deyir Oqtay. Oqtay girir, Zöhakın ətəyindən tutur, girin deyir və Mazandaranski Oqtay hanı o, kağız hanı o deyir. Mazandaranski kağız gətirmişdi. Kağız isə kimdən idi? Frəngizdən idi. Deməli, deyir ki, kim verdi? Şaqqulu. Səhnəyə getməyəcəksən ki, Mazandaranski deyir, bir rus qızı. Əslində düşünür ki, Frəngiz rus qızı. Çünki Frəngizlə Nadia rus geyimi geyinmişdilər. Milli geyimdə deyildilər. Onlar rus kimi geyinmişdilər. Çünki müsəlman geyimi geyinməyi qardaşı ayıb bilirdi. Ona görə onlar rus paltarında geyindirib teatrlara aparırdı Aslan bəy. Deməli, Şaqqulu deyir, elə onlardı. Gördün, daha başqası yox idi. Yoxdur ki. Amma hayf onları müsəlman bilmişdim. Bir baxsana, Mazandaranski deyir, sən qapıya bax və oxuyur. Möhtərəm Oqtay əfəndi, məharətiniz məni çox sevindirir. Bunu, yəni məktubu, Frəngizin məktubunu Mazandaranski oxuyur Oqtaya. Sizinlə görüşməyə müsahidə edəcək olursanız məmnun olaram. Frəngiz, çıx, daha bura sənin yerin deyildi. Oqtay gəlir, bir rus qızı verdi deyir. Oqtay baxaraq doğrudanmı? Söylə gəlsinlər. Siz də lütfən bir dəqiqəlik ox deyir. Hə, burada Oqtay yox idi. Oqtay sonradan gəlir. Deməli, Şaqqulu çıxır və Frəngizlə Nadia girirlər. Nadia deyir ki, rus dilində deyir burada, deyir, narahatçılığa görə özür istəyirəm. Ancaq bu qız rahat olmur. Oqtay deyir ki, buyurun, buyurun. Frəngiz deyir, sağ olun, gedəcəyik. Anlaşılmaz bir sükut baş verir burada. Nadia deyir, biz rus teatrlarına çox gedirik. Aparanda Aslan bəydir. Frəngiz deyir, mən arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Baxın, teatrda inkişaf görmək istəyən obrazlar Şaqqulu, Mazandaranski, Oqtayın özü əlbəttə və bir də Nadia ilə
Frəngiz. İndi 3 dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl qaçaqlara gəldik. Bax, burada gəlirlər Azərbaycan teatrına və birinci Şillerin Qaçaqlar əsərini oynayanda gəliblər. O qədər sevinmiş ki, o gündən adınız dilindən düşmür. Yəni Frəngizin dilindən Oktayın adı düşmür. Məktəbdə, evdə bir aktyor sözü danışıldı mı, dərhal bizim də teatrımız var. Oktay Karlı gözəl oynayır deyə araya qatılır. Yəni Oktayı evdə əməli başlı tərifləyir. Özünüzü görmək istəyirdi. Bir ayda rahatlığı yoxdur. Ancaq Aslan bəyin qorxusundan gəlmirdik deyir. Deməli, Aslan bəyin qorxusundan gəlmirlərmiş. Oktay deyir, mən çox şadam. Aslan kimdir? Frəngiz deyir, qardaşım. Nadia deyir, Uprava üzvü. İndi də ondan gizlin gəlmişik. Yəni, divanxana üzvüdür. Oktay deyir, nə cür təşəkkür edəcəyimi bilmirəm. Nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə. Nadia deyir, onu da qoymurlar, atası qoymur. Yəni, əslində Frəngiz də qoymurlar, atası qoymur. Nadia özü səhv eləmirsə rusdur. Ona görə, yəni, onun üçün önəmi yoxdur elə də belə şeylərin. Qardaşı gizlindən deyir, gətirir, evdən çıxarkən çadırı örtür. Sonra Aslan bəylə gedir, o söz demir. Ancaq bura gəldiyimizi bilsə qiyamətdir. Ona görə pərdənin yarısına gəlmişik deyir. Frəngiz deyir, siz çox gözəl oynayırsınız. Mən çox sevindim. Yəni sizi gördüyümə. Nadia deyir ki, Nadia, Oktay Karlı ruslardan yaxşı oynayır. Yəni güya bunu Frəngiz deyir ki, Oktay Karlı ruslardan yaxşı oynayır. Oktay deyir, vallah xanım, o qədər mütəəssirəm ki, zəhmətinə qarşı adətən bir kəsdən, hər kəsdən daha doğrusu töhmət görən zavallıları siz sevindirirsiniz deyir. Yəni bu işə görə biz əslində danlaq eşidirik hər zaman, amma siz əksinə bizi sevindirirsiniz. Nadia deyir, Frəngiz, daha gedək, yoxsa pərdə düşər, Aslan bəy loşadan çıxar, bizi görməz deyir. Frəngiz deyir, sağ olun, mən həmişə sizin oyunlarınıza gələcəm. Bir də buraya gəlsək buraxarlarmı? Mane olmaram ki, deyir. Oktay deyir, nə zaman gəlsəz, məni çox sevindirdiniz. Frəngiz deyir, mən sizin üçün çiçək gətirəcəm. Əslində isə gətirmişdi. Nadia deyir ki, çiçəkləri ver də, nədən utanırsan? Neçə gündür deyir ki, mən də sizin üçün çiçək aparacam. Gətirmiş, indi utanır. Frəngiz dirsəyindən itələyir Frəngizin. Frəngiz deyir, gözlərini yerə tikib çiçəkləri verir və çevrilib qaçırmış kimi sağ olun deyib gedir. Oktay isə deyir, Allah amanında çiçəklərə baxır, düşünür, dərin bir xəyala dalmış kimi bir qədər durduqdan sonra özü belə bilmədən çiçəkləri dodaqlarına yaxınlaşdırır, qoxlayır. Dursun da yenə Pərviz Oktay deyir. Oktay diksinib gözlərini silir, yəni kövrəlir. Artıq teatrda Azərbaycan qadınları tamaşaçı qismində görməyə başlayır. Dərin bir ahla əlini çırpır və gəldim deyib gedir. Birinci pərdə bundan yekunlaşır.